Bugün noyabrın 25-idir. Müsavat Partiyasının qərargahında siyasi məhbuslarla bağlı tədbir keçirilir. Bu ilə bağlı video çəkilişimizə başlayırıq. Deməli, tədbirdə siyasi məhbusların ailə üzvlərinin, vəkillərin və hüquq müdafiəçilərinin iştirakı nəzərdə tutulubdur. Kimlər gələcək, bunu da indi biləcəyik. Hörmətli xanımlar və bəylər, dəvətimizi qəbul edib bugünkü tədbirə qatıldığınız üçün sizə təşəkkür edirik Müsavat Partiyası adına. Bilirsiniz ki, bugünkü tədbirimiz ölkədə siyasi məhbuslar problemi həsr olmuşdur. Azərbaycanın ən böyük problemlərindən biri, ən üzdə açıq şəkildə görünən problemlərindən biri və belə birincisi siyasi məhbuslar problemi. Ölkədə yüzlərlə siyasi məhbus var. İnsan hüquqları müdafiəçiləri bu rəqəmin artıq 400 civarında, 400-dən çox olduğunu da deyildir. Və təbii ki, bu hamımızı və Müsavat Partiyasını narahat eləməyə bilməz. Biz bu məsələni hər zaman diqqətdə saxlayırıq və bütün siyasi məhbusları müdafiə edirik. Onların siyasi mövqeyindən, fəaliyyət sahəsindən asılı olmayaraq, siyasi masklarla həbs edilən, haqsız həbs edilən bütün insanları müdafiə edirik. Hətta onların bizə münasibətindən asılı olmayaraq da, çünki insan hüquqları, insan azadlıqları bizim üçün ən böyük dəyərlərdən biridir, ən önəmli dəyərlərdən biridir. Və siyasi məhbusların sayı o qədər çoxdur ki, məhkəmələri çatdırmaq olur. Çalışırıq iştirak edək məhkəmələrdə, görürsən ki, hər zaman istədiyimiz qədər iştirak edirik. Bir dəfə burada yadınızdadır, Covid-19 məsələsində bir araya gəldik və kifayət qədər samballı, yaxşı bir tədbir keçirdik. Və sonra da həmin tədbirin nəticəsində həm ailə üzvlərinin fəaliyyət nəticəsində faktiki olaraq Covid-ı biz ölümlərindən ala bildik. Amma onun zindan problemi həll olunmur, digər məhbusların zindan problemi həll olunmur. Dediyim kimi, bizi bütün məhbusların tarihi narahat edilir. Xüsusən də gənclər, xanımlar, səhhətində problem olan insanlar. Ona görə də hesab etdik ki, bir daha bir araya gəlib, birlikdə bu mövzunu müzakirə etmək və mövqeyimizi bir daha bəyan etmək yerinə çıxır. Yəni, məqsəd bir tərəfdən siyasi məsələsinin aktuallığını qüvvədə saxlamaq. Eyni zamanda bir bəyanat layihəsi hazırlamışıq, o da təqdim ediləcək və qarşıdan 8 noyabr Zəfər günü yaxınlaşır. Bu bizim hamımızın bayramıdır, bütün millətin bayramıdır və bu zəfəri bütün xalqımız bir yerdə əldə edildi. Döyüşə gedən qəhrəmanlarımız bir-birindən soruşmurdular ki, hansı partiyanın tərəfində. Bilirdilər ki, döyüşə gedirsə, döyüşdə iştirak edirsə, bu vətəndaşdır, vətənə bağlı adamdır, vətənpərvər insandır, haqqı nəzarətin, millətin yanındadır. Və indi də hesab edirik ki, hakimiyyət bu tərsliyə son qoyub 8 noyabr bayramı münasibətindən bütün siyasi məhbusların azadlığa çıxması ilə bağlı qərar verir. Onların bir hissəsi əf fərmayı ilə çıxa bilərlər, bir hissəsi tutan verilməklə işlərin azadlığa bıraxıla bilər, bir hissəsi başqa üsullarla. Hakimiyyətin əlmi üsullar çoxdur. Yəni, siyasi sifarişlə, siyasi qərarla həbs edildir. İstəsələr, siyasi qərarla da bütün siyasi məhbusları azad edə bilərlər. Düzdür, hakimiyyətin başı biraz qarışıqdır. Başları Ramiz Mehdiyev məsələsində qarışıqdır. O qədər qarışıq başları ki, Ramiz Mehdiyevin vətənə xəyanət və digər ağır ithamlarla hazırda gündəmdə olmasından narahat olub, bunu müxalifətə calamaq istəyirlər. Hətta o həddə çatdırıblar ki, Müsavat Partiyasının və Xalq Rəhbərliyi Partiyasının Azərbaycan siyasi səhnəsindən silinməsi ideyasını ortalığa atıblar. Absurdun absurdu. Vətənə xəyanətdə itham edilən Ramiz Mehdiyev YAP Partiyasının rəhbərlərindən biri olub hər zaman.
Onunla bir yerde bu prosesdə iştirak edən onun yaxınları, onun təyin etdiyi icra başçıları, onun təyin etdiyi deputatlar, onun təyin etdiyi müxtəlif məmurlar %90'dan yukarı yəqin ki, yaxın üzvləridir. Bugün ölkədə siyasi məhbusların təsnifatları aparılır, bunu mütəxəssislər bizdən daha yaxşı bilirlər. İctimai siyasi fəallar, jurnalistlər, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, tərtər məhbusları, gəncə məhbusları və s. dindar kəsim. Amma siyasi məhbuslardan əlavə məhbusların önəmli bir hissəsi korrupsiya məhbuslarıdır. Korrupsiya əməllərinə görə 100 milyonlarla, 10 milyonlarla pul oğurlayıb həbsə düşən insanlar. Bunların əksəriyyəti yaxın üzvləridir. Nətər olur ki, dövlət çevrilişində iştirak edən yaxın rəhbərləri və təmsilçiləri, korrupsiya əməllərinə görə qanun qarşısına çağırılan şəxslər, yaxçılar, ancaq siyasətdən silmək lazım gələndə cəhbə ilə müsavat yaradır. Yəni, burada xeyli məntiqsiz, absurd məqamlar var. Ancaq bugünkü tədbirimizin məqsədi bu mövzuları aktuallaşdırmaq deyil, sadəcə yeri gəlmişkən dedim. Hər halda biz hesab edirik ki, hakimiyyət bu yanlış davranışa son qoyub, siyasi məhbuslarla bağlı prinsipial qərar verməlidir. Bunun həm dediyim kimi millətin belə vəziyyətə layiq olmadığı, millətin azad, rahat, firavan yaşamağa layiq olduğu əsaslandırır. Həm dünyadakı dəyişim prosesi əsaslandırır. Dünya dəyişim dövrünü yaşayır və Azərbaycan da dəyişməyə məhkumdur. Və bu dəyişim prosesi də azadlıqların bərqərar olmasından başlamalı və keçməlidir. Ona görə də bizim bugünkü tədbirimizdə məramımız budur. Mən həm ictimai-siyasi partiyaların ictimai-siyasi təmsilçilərini, həm hüquq müdafiəçilərini salamlayıram. Xüsusən də məhbus ailələrindən gələn qonaqları salamlayıram. Sağ olun ki, gəlmişsiniz. Bilin ki, biz sizlə bir yerdəyik və bütün bu proses yekunlaşana qədər də sizlə bir yerdə ulaşıyıq. Əlimizdən nə gəlirsə siyasi məhbusların azad olmaları üçün də, o vaxta qədər də mümkün qədər hüquqlarının qorunması üçün də edirik, edəcəyik, etmək niyyətindəyik. Təşəkkür edirəm. Burada bugün xüsusi bir senar hazırlamamışıq. Sərbəst şəkildə kimin qeydi, təklifi var, işləməmək istəyir, başlaya bilər. Yəni, ən təcrübəli siyasətçilərdən biri mən burada, həm də ən təcrübəli siyasi məhbus ailəsi nümayəndələrindən biri Hürmət Seymur Bey, Seymur Bey'lə başlayır. Buyurun Seymur Bey. Aslında siyasi məhbus məsələsi Azərbaycan tarixinin demək olar ki, son 30 ilində bir tanqaq oldu. Yəni, Əliyev hakimiyyətə gələndən bəri Azərbaycanın siyasi məhbussuz bir dövrü oldu. Xatırlayıram ki, Avropa Şurası ilə o danışıqlar gedən vaxtı bir dəfə bir öhdəlik üzrə təkcə 720 nəfəri azadlığa bırakmışlar. Yəni, Azərbaycanda bölmələrin yüzlərlə əqidə insanı ilə, siyasi məhbusla dolu olmalı bu hakimiyyətin faktiki özünü saxlamaq, özünü mövcudluğunu qorumaq priyonlarından birinə çevirdi. Amma indiki vəziyyət bir qədər əvvəlkilərdən fərqlidir. İndi həm də hökumətin immun sistemi xeyli dərəcədə zəif düşübdür. Hökumət daxilində, Sabitdə oxunduğu məsələyə mən geniş toxunmaq istəmirəm. Hökumət daxilində hesablaşmalar gedir və bunun əlbəttə bir istiqaməti də cəmiyyətin aktiv müqavimətli olan hissəsini sıradan çıxartmağa yönəlirdi. Hökumət bu işləri kefindən eləmir, əlbəttə, həm də cəmiyyətin daha da fəallaşmasının qarşısını almaq istəyir. Siyasətin ümumiyyətlə ölkəyə gəlməsinin qarşısını almaq istəyir. Azərbaycan hökumətinin ən ciddi problemi siyasətləndir. Azərbaycan hökumətinin siyasətin arasında, yəni siyasət peşəsinin arasında bir düşmənçilik var. Bu hökumət siyasət peşəsinin bu cəmiyyətdə yer qazanmasını, populyar olmasını, insanlar tərəfindən seçilməsini istəmir. Ona görə də bir tərəfdə hökumət daxilindəki bu çarpışmaları gündəmdə saxlayır, o bir tərəfdən müxalifət və cəmiyyətə hücum edir ki, siyasəti qorxulu bir peşə kimi, qorxulu bir sahə kimi, ifadə azadlığının lazımsız və təhlükəli bir hüquq kimi, insanların başına belə deyək, bəla gətirəcək bir hüquq kimi
göstərsin. Mətbuatı təhlükəli bir iş kimi göstərsin ki, jurnalist olacaqsan, tutulacaqsan. Və jurnalist olacaqsan iki variant var. Ya hökuməti dəstəkləməlisən, yandaş media olmalısan, ya da həbsə girməlisən. Siyasətlə məşğulsan, gəlməlisən, ya hakim ailəni dəstəkləməlisən. Onların yandaş, başqa ifadələr işlətmək istəmirlər. Onların yanında olmalısan, ya da həbsə girəcəksən. Yəni, bütün bunların hamısı hökumətin özünü qoruma prosesidir, özünü qoruma planıdır. Amma bizim də əlbəttə bir məsuliyyətimiz var. Bu məsuliyyətimiz çox şaxəlidir. Birincisi budur ki, biz xalq hərəkatından gələn düşüncə ilə Azərbaycan cəmiyyətinin başladığı bu yolu axıra çatdırmalıyıq, daha doğrusu növbəti bir mərhələyə çatdırmalıyıq. Bu prosesin axırı növbəti bir mərhələyə keçiddir. Yəni, demokratikləşmə keçidi olmalıdır. Buna görə də azad mediamız olmalıdır, siyasi partiyalarımız qüvvətli olmalıdır, hüquq müdafiəçilərimiz qüvvətli olmalıdır, cəmiyyətimiz bütövlükdə qüvvətli olmalıdır. Bu məsələdə biz hökumətlə təbii ki, toqquşuruq. Əlbəttə, bizim məsuliyyətimizdən bəlkə də bütövlükdə cəmiyyətin məsuliyyətindən irəli gələn xeyli götür qoy eləməli işlərimiz var. Amma hal-hazırki problemimiz budur ki, Azərbaycanın parlaq insanları, Azərbaycanın çox qiymətli insanları həbsdədirlər və bunların həbsdə olması bütövlükdə cəmiyyətin siyasi şuuruna mənfi təsir edir, cəmiyyətin siyasiləşməsinin qarşısını alır və bizim fəaliyyətimizi məhdudlaşdırır, bizim fəaliyyətimizin imkanlarını məhdudlaşdırır. Bu baxımdan da siyasi məhbuslar məsələsi ailələrin, siyasi partiyaların, hüquq müdafiəçilərinin məsələsi deyil. Yəni, geniş bir spektri əhatə edən, cəmiyyəti bütövlükdə əhatə edən bir məsələdir, problemdir. Və mən düşünürəm ki, əlbəttə, bizim görəcəyimiz işlər çox qalmayıb, çox təəssüflü, çünki çox imkan qalmayıb. Çoxlu yazmaq, çoxlu danışmaq, cəmiyyətdə bu istiqamətdə yazmağa, danışmağa söz vermək. Bizim əsas fəaliyyətimiz bu olmalıdır. Maddi çətinlikləri var, məhbus ailələrinin maddi çətinlikləri var. Mən bunu hamısını adından deyə bilərəm. Çünki mən düşünmürəm ki, Azərbaycanda elə bir məhbus ailəsi olsun ki, onun maddi sıkıntıları olmasın, elə bir məhbus ailəsi olsun ki, onun texniki problemləri olmasın. Məsəl üçün, indi Abuzası medianın üzrə həbs olunan xanımları göndəriblər Lənkərana. Təsəvvürünüz, bu bir qısas əməliyyatıdır. Açığı, bugün ən ağırlı məsələlərdən biri oldu ki, Azərbaycanda indiyə qədər Bakıdan kənarda heç bir qadın məhbus saxlanmayıb. Ümumiyyətlə, bir saxlama yerindən başqa heç bir yerdə qadın məhbus saxlanmayıb. Sırf bir qisas əməliyyatı çərçivəsində Çevinç Vaqif qızını, Elnarə Qasımovanı, Nəriz Absalomovanı göndəriblər Lənkərana və bu əməliyyatın özü əslində hökumətin o məhbusun nəfəsdən, türmədən yazan qızlarla mübarizəsində əl atdığı bir metoddur, qisasçı bir metoddur. Ona görə də bu məsələ ilə bağlı, digər məsələlərlə bağlı, məhbuslarla bağlı, istənilən məsələ ilə bağlı bizim görəcəyimiz çox yazmaq, çox danışmaq, çox adamın yazmasına, danışmasına, cəmiyyətin bu məsələdə susqunluğunun imkan verməmək ki, cəmiyyət sussun və cəmiyyətin sustuğu görsənsin, belə bir görüntü yaransın. Yəni, bu siyasi partiyalardan kənara bir rezonans verməli olan məsələdir. İctimaiyyətin bütün təbəqələrinin görməli olduğu işlə mən düşünürəm. Bu kontekstdə də sözümü yekunlaşdırmaq istəyirəm. Bizim ən qlobal mənada problemlərimizdən bir əlbəttə ifadə azadlığı haqqında qanundur, siyasi partiyalar haqqında qanundur, qeydiyyələr haqqında qanundur. Bunlar bizim fundamental həll olunmalı, cəmiyyətimizin yolunu açmalı məsələlərdir. Amma ondan qabaq bu problemlər hamısını gündəmdə saxlamaq mən eləyər ki, bizim gündə vəzifəmizdir. Bilmirəm, bu proses nə qədər çəkəcək, 5 ay, 3 ay, 1 il ki, biz məcbur olacaq bu məsələləri gündəmdə saxlayaq ki, növbəti keçid dövrünə qədər cəmiyyət bəlkə toparlanar, amma məncə ilk vəzifəmiz budur. Təşəkkür edirəm. Çox sağ olun, məzmununa çıxış Hörmətli bəy salamlayıram. Sağ olun ki, zamanda bu iştirak edib tədbirimizdə. Müsavat Partiyasından Dadaş bəyə söz vermək istəyirəm. Məclisin İnsan Hüquqları Komitəsinin səhiyyə müsavatdan. Çox sağ olun, Hörmətli Başkan. Mən də hər birinizi salamlayıram və tədbirdə iştirak edildiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Bizim
ölkəmizdə bir problem var. Bircə problem var bildiyimə görə. Ədalət problemi. Azərbaycanda çox şey var, ədalət yox. 2013-cü ildə mən Cəmil müəllimin namizəd olarkən onun şüarını mən vermişdim. Rəqabətli həyat, ədalətli cəmiyyət. Biz hələ də bu ədalətli cəmiyyəti qura bildik. Və çox təəssüf edirəm ki, ədaləti təmin etməli olan məhkəmələr özləri ədalət məhkəmələri adları, ancaq Azərbaycanda belə bir məhkəmə yoxdur. Dünən maraqlı bir hadisə oldu. Deməli, Topuq TV-nin nümayəndələri Ruslan İzzətli və Akif Qurbanov hakimdən öz hakimliyindən imtina etməsi üçün vəsatət qaldırdı. Və bunu ondan əsaslandırdılar ki, onlar digər hüquqlarla da söhbətdə eşitdilər ki, hakim Azər Tağıyev digər hakimlərlə müqayisədə nisbətən daha ədalətli hakimdir. Ona görə də o çirkaba bulaşmaması üçün bəri başdan bu işdən çəkilməsi ilə bağlı vəsatət qaldırdılar. Təbii ki, vəsatət bütün məhkəmələr olduğu kimi vəsatət qəbul olunmadı. Amma gördük ki, onların xəbəri yox idi ki, həmin Azər Tağıyev Tofiq bəy məhkəməsində qərar verən 3 hakimdən biri. Və onun yanındakı Elnur da əsas hakimi Tofiq bəy məhkəməsində. Onun sualları hamısı çirkabın içindədir. Müsavat Partiyasının emrində belə sözlər var. Dünya bulanıb, bir durulan vaxt olacaqdır. Zalimlara divan qurulan vaxt olacaqdır. Biz elə bildik ki, hansısa bir qeyri-adi dəyişiklik olacaq və biz onları gətirib hamısını yığacağıq, onlar divan qoyacaq. Amma bu divan zaman-zaman qurulur, biz ona diqqət eləmirik. Bu divanın biri bu yaxınlarda müşahidə edildiyimiz Ana Vətən Partiyasının qurultayında quruldu. Haramçılıqla böyüklüyü övladlar bunun üzünə durdu. Bununla bağlı, bu hadisə ilə bağlı yox, buna oxşar bir hadisəni bu yaxınlarda hörmətli Mehriban Vəzir öz səhifəsində yazmışdır. Ki, deputatlardan biri övladlarının onun üzünə qayıtlıqla bağlı şikayət etdi Mollaya. Molla da onu izah eləməyə çalışıb ki, sənin atan sənin halal bir zəhmətlə böyüdü. Amma sən övladlarının haramçılığına böyüdü. Sən ona görə üzünə qayıtın. Belə divanlar zaman-zaman olur, amma biz diqqət eləmirik. Amma belə bir inan var mənim ürəyimdə ki, doğrudan da o divan qurulmasına çox elə vaxt qalmıyor. Hər tərəfdən sıxışdırılır ölkəmiz. Yəni, ölkəmiz deyəndə mən konkret olaraq hakimiyyət deyirəm. Və daxili çəkişmələrdə onlar bir yana zəiflər. İndi bəzi ehtimallar dostlarımızdan bəzilər deyirlər ki, ola bilər ki, Azərbaycan hökuməti Avropa Şurası Parlamentası Assambleyasına qayıtmaq üçün siyasi məhbuslarla bağlı hansısa qərar verir. O dərəcədə əmin deyiləm, amma hər halda bu da gözlənilməlidir. Və inanıram ki, çox etməyəcək ki, Azərbaycanda vəziyyət dəyişəcək və biz sizlə artıq siyasi məhbus məsələlərini yox, digər məsələləri müzakirə edəcəyik. Sizin hər birinizə uğurlar. Teşekkür ederim. Çok sağ olun Bey. Biz görmüşük ki ülkede siyasi mevzuların sayı arttıkça insan hakları müdafiəçilərin sayı arttı. Azərbaycanda hakimiyyət bu tendensiyanı başa düşmək üçün siyasi mevzuların yanaşı insan hakları müdafiəçilərini də sıkıştırmalı, bu kadar görülmeye başlayıb. Ve nadir siyasi insan hakları müdafiəçilərinin biri dostumuz Zəfər bəy buradaydı. Zəfər Əhməd, o sözü Zəfər bəy vermək istiyorum.
Çox sağ olun, salam cəmiyyətin iştirakçıları. Açığı biraz da həyəcanlıyam, nəyə görə? Çünki uzun illərdən sonra, çox uzun illərdən sonra təzədən belə bir tədbirin keçirilməsi bizə üçün bu tarixi bir hadisədir. Bayağı da dünən də bu söhbətimiz olub bu barədə ki, güya indi o belə ağır vaxtdır ki, ona görə insan hüquqlarının vəziyyəti gəlib bu cür vəziyyətə düşür. Belədir, həmçəkindən ağırdır. Amma heç əvvəllər də yüngül olmuyor da. Yəqin hamı şahiddir ki, burada iştirak edənlərin böyle bir şahiddir ki, həmən bu zalda, həmən bu binada, keçirilən tədbirlərdə birində adi bir bannerin hazırlanması üçün bizim tədbirdə, yəni bizim təşkilatın keçirdiyi tədbirdə bannerin hazırlanması üçün burada o çap, nədir o? Ofisə, mətbəyə gedən Müsavat Yadlar Komitəsinin sədri həbs olundu. Başqa birində burada bir marafon keçirildi. Kütləvi həbslər olmuşdu. Səhv 2019-cu ildir. O marafon sözü bunlara biraz qəribə gəlmişdi və biz küçəyə çıxıb qaçacaq hamımız. Gəldilər, basqın elədilər, hətta indiyəcəm yanımdadır. İsa bəy burada dedi ki, mən demirəm çıxsın, amma girdilər içəri. Laf buranı bağlayacaqlarsa da, qəribəni bağlayacaqlarsa da, Əli bəy həbs elədilər, Ruslan bəy həmən gün həbs elədilər. Yəni, bu təzyiqlər həmişə olub, düzdür, bugünkü kimi olmuyor. Bugünkü kimi olmuyor, amma gəlin bir şeyi də boynumuza alaq ki, şəxsən mən məhbus ailəsi kimi, 4 illik məhbus valideyni həyat keçmiş insan kimi deyim ki, öz partiya üzvü olduğumda, oğlumun üzvü olduğu partiya ilə bir yerdə Müsavat Partiyası da hər halda mən öz adımdan deyirəm ki, mənim boynumda ona görə haqqı var ki, müdafiə məsələsini ideal həll edib o vaxtı. Yəni, mən elə bir məsələdə görməyəcəm ki, bu da nə ilə bağlı idi? Yəni, indi çox vaxt almaq istəmirəm, reqlement çox sıxdır. Bunların hamısının təşkili hər bir halda yenə siyasilərin üstünə düşür. Yəni, incimiyor, olan budur, fakt budur ki, hüquq müdafiəçiləri də, ictimai fəallar da, jurnalistlər də, öz işlərini görürlər, öz fəaliyyətlərini görürlər. Hər bir halda bir ata erişimi, bir dayana biləcəkləri, sökənə biləcəkləri bir orqan kimi siyasi təşkilatlara baxırlar. İndi siyasi təşkilatlar öz işlərini siyasi cəhətdən görməklə bərabər, həm də bu sahədə əlbəttə onların nəzarətindədir. Yəni, ölkədə hər bir partiya hakimiyyətə gəlməlidir və daha yaxşı cəmiyyət olmalıdır. Daha yaxşı cəmiyyətdə hüquqi cəmiyyət olmalıdır və hüquqi cəmiyyətdə də repressiyalar olmalıdır. Buna görə də onlar təbii olaraq bu fəaliyyəti aparırlar. Amma hər bir kəsdə sual doğur ki, bəs nə olmalıdır? Bəs necə olmalıdır ki, bu fəaliyyət aşağıdan güclənilsin? Yəni, indi siyasi partiyalardan bir yerdə eyni zamanda bu fəaliyyəti göstərənlər də var. O, suda boğulanların xilası suda boğulanların özünün əlindədir. Yadınıza gələr, o vaxt biz bir təşkilat yaratdıq. Siyasi məhbus ailələrinin koordinasiya mərkəzi. O mərkəzdə hər halda çalışırdıq ki, biz öz təkliflərimizi, öz işimizi görək və bununla da bərabər hüquq müdafiə təşkilatları da, siyasi partiyalar da həmən bizə öz dəstəkləri verirdilər. Yəni, bütün tədbirlərimizin hamı bilirdi, 90%-in yəqin ki, bu zalda keçirmişik, bu binada keçirmişik. Azlıq aksiyasiyalarından tutmuş, ta ki, öz tədbirlərimizdə də siyasi məhbuslar müdafiə mərkəzinin, siyasi məhbus ailələrinin koordinasiya mərkəzinin tədbirlərini burada keçirmişdik. Yenidən deməli, birincisi, məhbus ailələri özləri öz aktivlərini artırılmalıdırlar, həmən o təşkilatlarına gelməlidirlər. Başqa yolu yoxdur. Yəni, bilirsiniz, gəlin real olaraq da, adam özü öz dərdini deməsə, heç bir həkim ona kömək edir. Ən azından həkimin yanına getməlidir. Ən azından öz dərdini bilməlidir və deməlidir, öyrənməlidir, öz dərdini öyrənib onu izah etməlidir. O olmasa bir kömək gözləməyə də dəyinir. Bunu artıq kənardan təsdiq eləməyə mənə elə gəlir qeyd çıxır və daxildən də elə bilinməsin ki, ancaq elə bu fəaliyyət tutaq ki, qabaqçı kimi aksiyalardan, tədbirlərdən ibarətdir. Bilirsiniz, o hərbidə qeyri-proporsional güc deyilən bir şey var. Yəni, düşmən demək istəmirəm, rəqibin qabağında zəif olanda hansısa bir yüngül silahla deyək, bir ağır silahların, müasir silahların qabağına çıxmaq üçün də mübarizə metodları vardır. Düzdür, biraz çətindir, biraz uzundur, amma başqa yol olmayanda həmən bu qeyri-proporsional yol seçilməlidir. Buna görə də mən arzu edirdim ki, məhbus ailələri, hüquq müdafiəçiləri ilə bir yerdə, siyasi təşkilatların
nümayəndələri, hüquq müdafiəsi ilə məşğul olan şəxslər ilə bir yerdə bu barədə bir fikirləşsinlər. Bir də hüquq müdafiə sahəsinə də indi bu obyektiv səbəblər də əlbəttə da indi bu-günə Oktay Güləliyev aramızda yoxdur, indi hələ ki nə bir fəlsəfə yoxdur, nə başqa bir Alan Məhəmmədli aramızda yoxdur. Bununla bərabər olan qalan fəaliyyəti də inanın, biz olan qalanlar da görüşümüzü görə bilməzdir, əgər Gənclərin köməyi olmasaydı. Bilirsiniz, üzdə olan başqa şeydir, sosial şəbəkədə və yaxud üzdə görünən, mətbuatda görünən başqa şeydir. Faktiki fəaliyyət başqa şeydir. Həmən o faktiki fəaliyyət, məhz həmən o gənclərin, hansıların ki, müvəqqəti səsə çıxır, həmən o gənc jurnalistlərdir, həmən o ictimai fəallərdir, həmən o siyasi partiyalarda olan fəallardır. Onların köməyi olmasa, bu yana gördüyümüz düzü işi də görə bilmərik. İşi onlar görür. Nəticəni biz çalışırıq ortaya çıxardaq. Nəticə bizim hesabatlarımızda, biletimlərimizdə və hansı çıxışlarımızda ortaya çıxır, ancaq fəaliyyət elə onların fəaliyyətidir. Ona görə mənə elə gəlir ki, gənc siyasətçilər də, həyatda liderlərinin, təcrübəli siyasətçilərin belə deyək, tövsiyəsi ilə bu sahəyə gəlməlidirlər. Yəni, artıq başqa yol yoxdur sadəcə. Artıq ortada qalanlar da nə yaşlı jurnalistlər istədikləri kimi bu işi qura bilmirlər, ona görə ki, bir yandan canlarının haline qapı olar, bir yandan yeni fikirlər üçün o kompüterin yaddaşı kimi artıq yaddaşda olur. Amma gənclərdə hələ açıqdır da, hələ o yeni fikirlər, yeni metodlar tətbiq edilmək mümkündür. Bir tərəfdən də açığı da üzdə olan, düzdür, təhlükə olaraq çoxdur, amma bunun da yolları var, o üçün də yollar var. Onların bacarığı, onların enerjisi, onların yaddaş imkanları olmadan bu fəaliyyəti davam etdirmək çətin olar. Bir daha təşəkkür edirəm həm Müsavat Partiyasına bu tədbir təşkil etdiyinə görə. Yenə deyirəm, şəxsən öz ümidlərimi bildirirəm bir tərəflərdə ki, yəni bu uzun vaxtlar olmayan şeydir. Və bütün iştirakçılara da təşəkkür edirəm iştirak edirəm. Sağ olun. Çox sağ olun Zəfər bəy. Yəni, bu ev hamımızın evidir. Azərbaycanı sevən və Azərbaycanı sevən hər ona görə də problem yoxdur. O dediyiniz məsələlər xatırlayıram, o dediyiniz epizod da yaxşı yazdıqlardır. Maraqlı bir təbrik edilir burada. Gəldilər, xüsusi təyinatlar edilər. Çıxdım qabaqlarına, dedilər çəkildir. Niyə? Dedilər ki, bəs buradakıların hamısını buradan çıxardacaq. Niyə çıxardacaq? Olmaz, qanunsuz tədbirdir, filan bir məkandır. Gördüm ki, fikirlər ciddidir də, yəni geri çəkilmək gedəcək. Biz onda bir 2-3 dəqiqə imkan bir söhbət edilmək gözləri çıxacaqlar. Neysə o, cəmaat da başa düşdü ki, məsələ nədir? Təbii ki, burada qadınlar var idi, yaşlılar var idi. Biz burada durub onların xüsusi təyinatlı şəxsləri ilə mübarizə aparası deyilik. Biz sözümüzlə, mövqeyimizlə, əqidəmizlə, prinsiplərimiz, dəyərlərimizlə mübarizə aparırıq. Hər zaman davam etdirəcəyik. Və yeri gəlmişkən də bir neçə nəfərə də söz verməklə tədbirimiz yekununa doğru gedəcək. Çünki biz dediyim kimi burada konkret nəticəyə yönəlmiş bir tədbir keçmək istəyirik. Bir tərəfdən siyasi məxsus məsələsinin bir daha aktuallaşdırılması, cəmiyyətdə əsas mövzulardan birindən çevrilməsidir məqsədimiz. Digər məqsədimiz də hakimiyyətə bir daha xatırlatmaqdır ki, 8 noyabr Zəfər günü siyasi məqsədləri azad eləmək üçün hakimiyyətin əlində yaxşı bir fürsətdir. Və bu fürsəti dəyərləndirməyə çağırmaq günümüz var hakimiyyəti. Biz sözümüzü deyirik toplantılarda, iclaslarda, televiziya çıxışlarımızda, müsahibələrimizdə. Amma bugün zalda xeyli fəal insanlar iştirak edir ki, onlar o qədər də çox imkanları olmur fikirlərin, mövzulərini bildirməyə. Dediyim kimi, burada məhdud sahələrin nümayəndələri var, bizim mübariz xanım jurnalistlərin və digər jurnalistlərin ailə üzvləri var, anaları var, hamısını bir daha salınlayıram. Burada iştirak edən qonaqlarımızdan və təbii ki, müsavatlardan kimsə sözü varsa, çıxış eləmək istəyirsə, şəhərət edək. Yoxsa Zəfər bəy demişkən, bu yükü yenə də siyasi kəsim üzərində daşıyacaq, böyük mühafizəçilərinin, müdafiəçilərinin birində. Mən sözü hörmətli Əli Kərimliyə verirəm. Buyurun Əli. Teşekkür edirəm.
Hörmətli xanımlar və bəylər, hamınızı salamlayıram. Müsavat Partiyasına bu tədbiri dəvət etdiyinə və dəvətə görə təşəkkür edirəm. Tariximizin növbəti çətin sınavlarından birini yaşayır. Düzdür, İlham Əliyev hakimiyyətə gələndən sonra 22 il ərzində həqiqətən də bu ölkədə repressiyaların ara verdiyi bir zaman oldu. Amma onu da biz qəbul etməliyik ki, repressiyalar ildən ilə artan istiqamətdə gedib və bu gün biz müstəqillik tariximizin repressiyalarının pikindəyik, zirvəsindəyik. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycanın müstəqillik tarixində heç vaxt demokratik institutlar, müxalifət, vətəndaş cəmiyyəti indiki qədər baskı altında olmuyor. Və indi həqiqətən də Azərbaycan cəmiyyətini sınağa çəkirlər. Məqsədlərini gizlədirlər. Əvvəl gizlədirdilər. Əvvəl güya hansısa fərdlərlə mübarizə aparırdılar, hansısa partiyalarla, hansısa mətbuat orqanları ilə mübarizə aparırdılar. Amma indi elə bir biz zamana gəlib çatmışıq ki, Azərbaycan hakimiyyətinin sözçüləri artıq Azərbaycana müxalifət lazım deyil deməyə utanmırlar. Yəni açıq, aşkar artıq sözlərinin o Mustafasını deyirlər ki, bizə artıq müxalifət lazım deyil. Yəni ayrı-ayrı partiya, fərd, ayrı-ayrı jurnalist, mətbuat orqanı söhbəti deyil. Ümumiyyətlə ölkədə hər zaman İlham Əliyevin vurğuladığı kimi o Mərkəzi Asiya inteqrasiya istiqamətində bir davamlı siyasət aparılır. Ona görə də ümumiyyətlə müxalifətin məhv edilməsi üçün səylər edirlər. Bunu həm də ona görə xüsusi vurğulayıram ki, o həbs olunan ictimai siyasi fəallara da elə baxmaq lazımdır. Onlar təkcə özlərinə görə həbs olunmurlar. Onlar o geniş konsepsiyanın tərkibində həbs olunurlar. Yəni onları həm özlərini cəzalandırmaq üçün əlbəttə ki, həbs edirlər, amma həm də nəyə nail olmaq üçün həbs edirlər? Azərbaycan cəmiyyətini susturmaq və bu repressiyalarla, hüquqsuz vəziyyətlə barışdırmaqdan ötürü edirlər. Yəni bütövlükdə dövlət aparatının qarşısında bu günlər duran vəzifə Azərbaycan cəmiyyətini axıra qədər ram etmək, müqaviməti sındırmaq və insanları susmağa məcbur eləməkdən ibarətdir. Və bu məqsədlə də demokratik düşərgəni hər tür resurslardan, mübarizə imkanlarından məhrum edirlər. Artıq neçə illərdir ki, sərbəst toplaşma adı altında heç nə etmə imkanı yoxdur. Demək olar ki, az qala bu ofis bəlkə də istisnadır demokratik düşərgədə mövcud olan ofislərin arasında. Hüquq müdafiəçiliyi institutunu məhv ediblər, vətəndaş cəmiyyəti institutunu məhv ediblər, müxalifətin konstitusiyon mübarizəsinə imkan yaradılmır. Yəni, belə bir vəziyyətdə biz yaşayırıq. Biz bunun fərqində olmalıyıq. Mən bunu ona görə danışıram ki, burada oturan adamlar üçün burada bilinməyən bir məsələ yoxdur. Amma mən baxıram ki, sosial şəbəkələrdə hələ də az məlumatlı bizim soydaşlarımız var ki, bütövlükdə baş verən repressiyanın əsl mahiyyətini, həqiqətən də ölkəni tam bir partiyalı sistemə keçirmək niyyətini hələ də başa düşməyirlər. Onlara elə gəlir ki, hələ bu adi bir ötəri 20 il ərzində bizim yaşadığımız repressiyalardan biridir. İndi adamlar çıxacaqlar, yenə də mitinglər olacaq, bir başqası deyir ki, başqa mübarizə üsulları olacaq. Amma bilmək lazımdır ki, Azərbaycan cəmiyyəti özü toparlanıb bu planı biz hamımız birlikdə əgər məğlub edə bilməsək, bu planın qarşısında Azərbaycan cəmiyyətinin dirənişini təşkil edə bilməsək, hökumətin tam ciddi niyyəti var ki, Azərbaycan cəmiyyətini tam olaraq sustursun. Nə elə danışan, nə belə danışan, nə konstruktiv olan, nə radikal olan, ümumiyyətlə müxalifət olmasın. Müxalifət adı altında hökumətə işləyənlər ola bilər bu konfigurasiyanın içində, amma müxalifət olmasın. Bax, konsepsiya bundan ibarətdir, bunu hər kəs bilməlidir. Bəs indi biz nə etməliyik? Sıraları xeyli seyrəlmiş, sıralarından elə 392 nəfər məhbusun verilməyi nə deməkdir? Bu çox ağır bir repressiyadır. Mən istəyirəm biləsiniz ki, Azərbaycan hal-hazırda adam başına, hər milyon adama düşən məhbusların sayına görə dünyada liderlər qrupundadır. Yəni, hətta məsələn, bizim indi hər zaman bir simbol kimi gördüyümüz, avtoritarizmin mərkəzi kimi gördüyümüz, işğalçı Rusiyada belə hər milyon əhaliyə düşən məhbus sayı bizdən qat-qat aşağıdır. Təsəvvür edin.
Biz Belarusla ancaq bu mövzuda liderlik məsələsini danışa bilərik. Demək, Azərbaycan o həddə gəlib çatıb. Çox ağır bir repressiya vardı. Amma bütün bu şəraitə baxmayaraq biz hələ ki varıq, müqavimət göstəririk və bacarıb dayandırmalıyıq bu prosesi. Necə? Nə etməliyik ki, bu prosesi dayandıra bilək? İlk növbədə hökumətin birinci addım, hədəfi demokratik düşərgəni hər cür resurslardan məhrum eləməkdir. Bax, mətbuatın tamamilə qapadılması da bu məqsədlə edilir. Bütün başqa, sizdən indi hamınız belə deyək, məlumatlı adamlarsınız, detalları danışmaq istəmirəm. Hər cür resurslardan məhrum eləmək. Bizim işimiz bu olmalıdır ki, yeni resurslar yaratmaq. Necə? Yeni adamlar cəlb olunmalıdır. Çətindir, qorxu şəraitidir. Amma Azərbaycan xalqı bağışlayan ifadəmə görə qısır xalq deyil. Yenə də gələcək insanlar. Biz onları təşviq eləməliyik. Yeni adamlar, yeni gənclər, gənc olmayanlar, günənə qədər dözüb bir təhər, özünü saxlayıb, mən qarışmayayım, mən sizlə ötüşər bu işlər düşünən insanlar indi qoşulmalıdırlar mübarizəyə. Biz onlarla açıq danışmalıyıq. Bir millətin xilasını yalnız bir neçə min fədakar insanın boynuna yükləməyə bütün bir millətin haqqı yoxdur. Azad olmaq istəyirikmi? Millətcə azad olmaq istəyiriksə, zəhmət çəkib içimizdən daha çox fədakar insanlar çıxarmalıyıq. Mətbuat tam qapandığına görə sosial şəbəkələrin imkanlarından daha yaxşı istifadə etməyə bacarmalıyıq. Baxamınız, bu ağıllı telefonlardan istifadə edirsiniz. Görürsünüz ki, xüsusən mənim mənsub olduğum nəsil, bizdən biraz cavan, biraz yaşlı insanlar həmin o telefonların əslində qabiliyyətlərinin 10-15%-dən istifadə edir. Amma o telefonlar bilirsiniz nə imkanlara sahibdir. O cümlədən sosial şəbəkələrin imkanlarından biz hələ təslim olmayanlar da axıra qədər yaxşı istifadə eləmirik. Ona görə mən hər kəsə çağırıram ki, bu istiqamətdə işləyək ki, biz sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edək ki, heç olmasa əgər bizi meydanlardan sıxışdırıb çıxarırlarsa, ictimai rəyi də istədikləri kimi manipulyasiya edə bilməsinlər. Bax, bizim əsas müttəfiqimiz, güc qaynağımız olmalı ictimai rəyin hökumət üzərində baskısı. Biz Azərbaycan cəmiyyəti o şəraiti yaratmalıyıq ki, İlham Əliyev günün birində düşünsün ki, yaxşı bu qədər həbs elədim, bütün dünyada özünün çıxışında vardı. Bizim hakimiyyətimizi diktatura kimi artıq yazmağa, təqdim eləməyə başladılar, amma yenə də Azərbaycan cəmiyyətini sustura bilmədim. Deməli ki, ictimai rəydə məni qınıyır, bəlkə başqa variantı yoxdur. Bax, bu qənaətə hakimiyyətin özünün gəlməsindən ötürü onu bu qənaətə gətirəcək iki faktor var. Biri odur ki, demokratik düşərgənin müqaviməti güclü olmalıdır və o əmin olmalıdır ki, hətta o 392 sayını biraz da artırsa da Azərbaycan cəmiyyətini tam sustura bilməyəcək. Birinci faktor budur. İkinci faktor da ictimai rəyin baskısı olmalıdır ki, İlham Əliyev, ətrafı, komandası əmin olmalıdırlar ki, repressiyaları nə qədər gücləndirsələr də, nə qədər çox insanı həbs edəsələr də, ictimai rəyi idarə edə bilmirlər. İctimai rəy onları qınır. İctimai rəy qəbul eləmir ki, 21-ci əsrdə müxalifət bu şəkildə divan tutulsun. Rəqiblərinlə bu şəkildə mübarizə aparasa, ictimai rəy, xalqın ictimai vicdanı durdurmalıdır Azərbaycan hakimiyyətini. Əlbəttə ki, mən bilirəm ki, bir çox insanlarda ruh düşkünlüyü var. Bu repressiyalar ciddi bir qorxu da yaradır və bəziləri səmimi şəkildə də inana bilmirlər ki, ictimai rəy nəyisə dəyişə bilərmi? Onlara səslənirlər. Bəli, dəyişə bilər. Çünki Azərbaycan hakimiyyəti də başa düşür, özünü o yerə qoysa da ki, başa düşmür, amma başa düşür ki, bütün indiyə qədər ki, avtoritar rejimlər, tək adam hakimiyyətləri özlərinin hətta ən güclü olduğu dönəmlərdə məğlubiyyətə düçar olurlar. Yəni, bunu Azərbaycan hakimiyyəti necə bilməyə bilər? Sağında, solunda, ətrafında baş verir bu hadisələr. Deməli, onlar görürlər ki, həqiqətən də bu sadəcə söz deyil, hakimiyyətin mənbəyi xalqdır. Xalq onu dərk edənə qədər onun başında hər cür oyun açmaq olur. Amma bir gün xalq dərk edəndə ki, artıq o özü qalxıb taleyinə sahib çıxmalıdır, yer üzündə elə bir qəddar, sərt rejim olmayıb ki, xalqına axıra qədər qalib gələ bilsin. Axırda xalq qalibdir. Deməli, burada xalqın mövqeyindən hətta avtoritar, sərt rejimlər də əmin olmalılar, onu nəzər almağa məcburdular. Çünki son sözü axırda xalq deyir. Ona görə də ictimai rəy çox önəmlidir. Və bu baxımdan mən hər kəsin ruhdan düşməməyə,
və daha çox resurslar cəlb eləməklə ictimai rəydə Azərbaycan hakimiyyətinin bu repressiyalarını məhkum eləməyə çağırırlar. Və Azərbaycan hakimiyyəti üçün yaxşı olmayan bir xəbərim var. Onlar bilməlidirlər ki, istənilən halda, bir daha vurğulayıram, bu repressiyalar hətta bundan sonra da daha da şiddətlənsə belə, o rəqəmlər nə qədər artmağından asılı olmayaraq, iki mühüm faktor bizim xeyrimizədir və o iki mühüm faktor imkan verməyəcək ki, Azərbaycan cəmiyyəti axıra qədər susturulsun və Azərbaycanda gerçəkdən də bunların arzuladığı kimi o əbədi tək adam hakimiyyəti formalaşsın. Hansı o iki faktordur? Biri coğrafiyadır. Baxın, mən əminəm ki, bu rejimin mənsubları, onlar da taleylərinə şikayətlənirlər ki, gərək bu Azərbaycan elə burada, Cənubi Qafqazda, Avropanın yanında, Avropa coğrafiyasında olaydı. Olmaz ki, bizim ölkəmizdə bu körfəzin qırağında olardı, ya Mərkəzi Asiyada olardı, istədiyimizi eləyərdik. Bizə də kart blanş verilərdi bundan ötürü. Azərbaycan, Avropa siyasi coğrafiyasının bir tərkib hissəsi. Və Avropada, əlbəttə ki, biz təcrübəmizdən görürük ki, 10 illər ərzində belə bir avtoritar rejim mövcud ola bilir, amma əbədi ola bilməz. Deməli, bu coğrafiyada olub, nə Azərbaycanın, nə Belarusun, nə Gürcüstanın əbədi avtoritar rejim, ailə hakimiyyəti qurmaq şansı yoxdur. Bu bir faktordur. Amma ondan daha vacib olan və özümüzdən asılı olan faktorlar. Nədir o? Azərbaycan hakimiyyətinin sayəsində bugün Azərbaycan dünyanın ən repressiv 10-15 ölkəsindən birinə çevrilir. Amma baxın, o bizim indi düşdüyümüz bu saatki siyahıda olan ölkələrin əksəriyyətinin demokratik keçmişi heç yoxdur. Bir-iki bizdən başqa ölkə var ki, bizim günümüzdə. Onların demokratiya ənənəsi olub, tutaq ki, Rusiya kimi, hətta Belarus kimi. Amma yerdə qalanların bir-bir sadalamayın. Onların ümumiyyətlə tarixlərində demokratiya olmuyor. Və onlarda o ənənə yoxdur. Bizim tariximizdə Xalq Cumhuriyyətinin şərəfli ənənəsi var. Biz vaxtı ilə qurduğumuz cumhuriyyətlə dünyanın məşhur idealist lideri, o zamanki ABŞ prezidenti Wilson'ı təəccübləndirmişdik. Bizimlə eyni dildə danışırlar. Bizim kimi azadlığı sevirlər. Azadlıqdan yanadırlar deyə öz həmfikirlərinə təqdim edirdi Azərbaycan liderlərini. Biz 20 yanvarı yaşamış və yaşatmış xalqıq. Biz dünyada ilin xalqı olmuş xalqıq. Və sonra da Xalq Cəbhəsinin bir illik hakimiyyəti dövründə biz çox ciddi islahatlar həyata keçirə bilmiş bir xalqıq. Və nəhayət 32 ildir avtoritar rejimə qarşı müqaviməti davam etdirən və işğalla barışmayan xalq. Ona görə də bizim potensialımız böyükdür. Bizim şansımızdır ki, bizim tariximizdə Xalq Cumhuriyyəti ənənəsi var, Rəsulzadə yolu var, Xalq Cəbhəsi hərəkatı var, Elçibəy yolu var və bu böyük şəxsiyyətlərin məktəbləri, bu elə-belə söz deyil. Və bu yoldan gəlib keçən minlərlə insan, bu tarixi irs bizi təslim olmağa qoymayacaq. Azərbaycan xalqı təslim olmayacaq. Azərbaycan xalqı mübarizəni davam etdirəcək. Və Azərbaycan hakimiyyəti bilməlidir. Bugünkü bu tədbirin yekun bəyanatında var, mən də oxudum, dəstəkləyirəm bəyanatı. Azərbaycan hakimiyyəti bilməlidir ki, onsuz da dayanmaq lazım. Onsuz da bu işin perspektivi yoxdur. Ona görə də 8 noyabrda yaxşı bir fürsət ola bilər. Siyasi məhbusların azad edilməsinə başlamaq lazımdır. Bir daha vurğulayıram, bunun alternativi yoxdur. Gecikdirə bilərlər. Amma bunun alternativi yoxdur. Azərbaycan tək səsli, tək partiyalı, işğalla barışmış dövlətə çevrilməyəcək. Ona görə də zərərin harasından dayansan kardır prinsipi ilə indi dayanmaq lazımdır. Diqqətinizə görə sağ olun. Teşekkür ederim. Bu maraqlı çıxışlar və önemli təkliflərə, mülahizalərə görə çox sağ olun. İndi sözü Müsavat Partiyası Məclisi sədri, özü də stajlı məmurların Arif Adiliyə verin. Buyurun Arif Bey. Çox sağ olun İsa bəy. Təşəkkür edirəm. Hörmətli xanımlar və bəylər, hörmətli qonaqlar, əziz dostlar. Bugün biz çox mühüm bir məsələni müzakirə edirik. Təbii ki, siyasi məhbus problemi ilə əlaqədar
ən çox əziyyət çəkən elə ilk növbədə siyasi məhbusların özləridir. Sonra onların ailələridir. Sonra onların təmsil etdiyi siyasi qüvvələr və bütövlükdə Azərbaycan cəmiyyətidir. Çünki biz bu problemləri zaman-zaman yaşayırıq. Siyasi məhbusların özləri və siyasi məhbusların ailələri isə bu problemi an-ban yaşayırlar. Onların həyatında siyasi məhbus dövrü, elə bil ki, onların ömürlərindən uğurlanmış bir dövrə çevrilir, onların səhhətinə ciddi təsir edir və s. Ancaq problem yalnız bundan ibarət deyil. Siyasi məhbusların sayının çoxluğu, siyasi məhbuslar sayına görə Azərbaycanın dünya liderlərinin sırasında olması həm də Azərbaycan üçün ümummilli bir problem. Yəni, Azərbaycanda ümumdaxili məhsulun artım sürətinin azalması haqqında müzakirələr gedir. Dünən İlham Əliyev Elmlər Akademiyasında çıxış edərkən bu mövzuya toxunur və bildirib ki, Azərbaycanda ümumdaxili məhsulun azalması prosesi gedir və bunun təbii səbəbləri var. Təbii səbəblər neft hasilatının azalması ilə bağlıdır. Məsələnin başqa tərəfidir ki, uzun illərdir elə İlham Əliyev, onun rəhbərliyi ilə bir hakimiyyət bəyan edirdi ki, Azərbaycan iqtisadiyyatı enerji daşıyıcılarından asılı deyil və qeyri-neft sektoru inkişaf edir. Amma üzərindən 20 il keçəndən sonra birdən-birə bəyan edilir ki, ümumdaxili məhsulun artımının sürətinin azalması məhz enerji daşıyıcılarının azalması ilə, enerji daşıyıcılarının neftin hasilatının azalması ilə bağlıdır. Təbii ki, bu iqtisadiyyatın düzgün idarə olunmamasının nəticəsidir. Ancaq səbəb yalnız bu deyil. Səbəb həm də Azərbaycanda azad cəmiyyətin olmaması, azad məhkəmələrin olmaması, Azərbaycan cəmiyyətinin demokratikləşməsinə imkan verilməməsi, o cümlədən Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olması ilə bağlıdır. Yəni, Azərbaycan cəmiyyəti, Azərbaycanda yaşamaq insanlar üçün cəlbedici deyil. Azərbaycanın ən böyük problemlərindən biri ondan ibarətdir ki, Azərbaycan gəncləri öz talelərini, öz karyeralarını Azərbaycanda qurmaq barədə düşünmür. Bir çox gənclərimiz Azərbaycanda olan indiki vəziyyəti nəzərə alaraq xarici ölkələrə üz tutur, başqa ölkələrdə öz talələrini qurmaq barədə düşünür. Bu bir tərəfdən həbslərlə bağlıdır, digər tərəfdən iqtisadi sahələrdə ölkədə bir azad iqtisadi sistemin, bərabər hüquqlu rəqabət şəraitinin olmaması ilə əlaqədar Azərbaycandan sürətli beyin axını davam edir. İlham Əliyev dünənki çıxışında deyib ki, Azərbaycanda innovativ məsələlər həll olunmalıdır, texnologiyalardan istifadə olunmalıdır. Bunları kim edəcək? Yəni, bunları gənclər etməlidir. Azərbaycanın istedadlı gənclərinin böyük bir qismi Azərbaycanda olan bu vəziyyətə görə, yəni demokratiyanın olmaması, insan haqlarının qorunmaması, siyasi məhbus problemi, tribalizm siyasəti, iqtisadiyyatda bərabər hüquqlu rəqabət şəraitinin olmaması və s. səbəblərdən Azərbaycanı tərk etmək məcburiyyətində qalıblar. İstər səhiyyə sahəsində, istər biznes sahəsində, istər digər sahələrdə olan bir çox gənc mütəxəssislərimiz indi dünyanın müxtəlif ölkələrində işləməklə, fəaliyyət göstərməklə məşğuldur. Bundan başqa, Azərbaycanda demokratik cəmiyyətin, azad məhkəmənin olmaması səbəbindən Azərbaycan investisiya qoyuluşu üçün cəlbedici bir ölkə deyil. Yəni, hər kəs Azərbaycanda hər hansı bir iş görməkdən ehtiyatlanır. Çünki burada olan korrupsiya, burada olan rüşvətxorluq, xüsusilə azad məhkəmələrin olmaması, yəni azad məhkəmələrin olmaması yalnız siyasi məsələlərə aid olan bir problem deyil. Yalnız siyasətlə məşğul olan, müxalifətdə olan siyasi məhbuslarla bağlı olan bir məsələ deyil. Azad məhkəmələrin olmadığı bir ölkədə azad iqtisadiyyatın olması mümkün deyil. Və bunu dünyada çox yaxşı bilirlər. Və ölkədə ümumdaxili məhsulun artım səviyyəsinin aşağı düşməsi, hətta Ermənistan kimi ölkədən, Gürcüstan kimi ölkədən daha geridə qalmasının
səbəblərindən biri də Azərbaycanda demokratik cəmiyyətin qurulmasına imkan verilməməsi, Azərbaycanda edilən qanun dəyişikliklərin bir qayda olaraq mürtəci dəyişikliklər olması və Azərbaycanda daim avtoritarizmin daha da möhkəmlənməsi istiqamətində aparılan siyasətdir ki, Azərbaycan hakimiyyəti bu məsələləri nəzərə almalıdır. Müxalifətin sıradan çıxarılması mümkün deyil. Müxalifət yalnız təşkilatlanmış siyasi təşkilatlarda olan adamlardan ibarət deyil. Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı hakimiyyətin bugünkü siyasətinə müxalif mövqedədir. Təşkilatları ləğv edəcəksən, qeyri-legal fəaliyyət başlayacaq. Təşkilatları ləğv edəcəksən, konstitusiya yolu ilə fəaliyyət göstərən siyasi təşkilatları sıradan çıxaracaqsan, konstitusiyadan kənar, o sizin dediyiniz kimi həqiqi bir radikal müxalifət qüvvələri meydana çıxacaq. Yəni Azərbaycanda əslində radikal müxalifət mövcud deyil. Radikal müxalifət o müxalifətə deyilir ki, onlar konstitusiyanın qanunları nəzərə almadan fəaliyyət göstərirlər. Yəni belə müxalifət radikal müxalifətdir. Azərbaycanda əslində radikal müxalifət yox, radikal hakimiyyət mövcuddur. Çünki bizim əsas tələbimiz Azərbaycan hakimiyyətindən hətta qüsurlu olan, hətta problemli olan konstitusiyaya əməl olunması, qanunlara əməl olunmasıdır. Amma Azərbaycan hakimiyyəti qanundan kənar fəaliyyət göstərməklə əslində faktiki olaraq radikallığa yol verən bir siyasət yürüdür və radikal siyasət yürüdür və əgər legitim, açıq fəaliyyət göstərən legal siyasi təşkilatların ləğv olunması nəticə etibarilə ölkədə həqiqi bir radikal müxalifət qüvvələrinin ortaya çıxmasına gətirib çıxara bilər ki, bu da yalnız Azərbaycan hakimiyyətinin yox, bütövlükdə Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin problemidir. İlham Əliyev dünənki çıxışında dedi ki, yaxın aylarda sizə xoş xəbərlərim olacaq. Şimdi biz baxdıq, nəyi nəzərdə tuta bilər? Yəqin ki, Ermənistanla sülh sazişinin bağlanması, bu ticarət yollarının açılması, Zəngəzur dəhlizinin açılması və ya enerji infrastruktur layihələrinin istifadəyə verilməsi və digər bu tipli məsələlər nəzərdə tutula bilər. Amma bizim də gözlədiyimiz xoş xəbərlər var. Yəni bizim üçün, Azərbaycan cəmiyyəti üçün gözlənilən ən xoş xəbər elə siyasi məhbusların azadlığa buraxılması, böyük bir amnistiyanın verilməsi ola bilər. Azərbaycan həbsxanalarında hüquqları pozulan şəxslər təkcə siyasi məhbuslar deyil. Elə İsa bəyin də burada dediyi kimi, xeyli həbsxana təcrübəsi olan adam kimi, ben bilirəm ki, orada siyasi olmayan saysız hesapsız məhbuslar var həbsxanalarda. Azərbaycan həbsxanalarında həddən artıq çox məhbus var və bu məhbusların azadlığa çıxması, nəhayət Azərbaycanda amnistiya verilməsi, cəzaların yüngülləşdirilməsi, cəzalarının bir hissəsini çəkmiş adamların azadlığa buraxılması lazımdır. Azərbaycan cəmiyyəti üçün xoş xəbər bu olar. Azərbaycan cəmiyyəti üçün xoş xəbər quru sərhədlərinin açılması ola bilər. Quru sərhədlərinin bağlı qalması bütövlükdə elə o həmin ümumdaxili məhsulun artıb sürətinin Ermənistandan da geri qalmasının səbəblərindən biri də elə quru sərhədlərin bağlı saxlanmasıdır. Quru sərhədlərin bağlı saxlanması Azərbaycan əhalisinin bəlkə də milyonlarla Azərbaycan əhalisinin həyatına daxil olan, həyatına ziyan vuran, onun dolanışığına problem yaradan bir məsələdir ki, Azərbaycan cəmiyyəti üçün xoş xəbər bu olur. İndi 8 noyabr Zəfər gününün 5 illiyinə hazırlaşırıq. 5 illik də bir yubileydir təxminən. Və bu tarixin xüsusi qeyd olunması, bu Ümumxalq bayramının xüsusi qeyd olunması həddən artıq vacibdir. Və 8 noyabr nəyə görə mümkün olur? Yəni, təbii ki, ilk növbədə ordumuzun, əskərlərimizin şücaəti, şəhidlərimizin qanı, qazilərimizin öz sağlamlıqlarını itirməsi hesabına Azərbaycan resurslarının bu prosesdə cəlb olunması, Türkiyənin və digər dost dövlətlərin bizə verdiyi siyasi informasiya yardımı və digər amillər, digər səbəblər mövcuddur. Amma ilk növbədə biz vətəndaş həmrəyliyi hesabına 8 noyabrda zəfər qazanmağa və ərazilərimizi işğaldan etməyə nail olmuşuq. Amma siyasi məhbusların olması, Azərbaycanda
heç bir aidiyyəti olmadan birdən-birə müxalifət üzərinə tamamilə ağla sığmaz ittihamlarla hakimiyyət tərəfindən hücum edilməsi və bu prosesin permanent xarakter alması Azərbaycanda vətəndaş həmrəyliyinə yox, əksinə vətəndaş qarşı durmasına xidmət edir. Ona görə noyabrın 8-də, Zəfər gününün 5 illiyində siyasi məhbusların azadlığa buraxılması, böyük bir amnistiyanın verilməsi, ümumiyyətlə cəmiyyətdə qarşıdurma siyasətinə, düşmənçilik siyasətinə son qoyub, nəhayət milli həmrəylik siyasətinə qayıdılması həddən artıq vacibdir. Və Azərbaycan yalnız azad bir cəmiyyət qurmaqla, hüquqi bir dövlət qurmaqla, bütün sahələrdə, təkcə siyasi sahədə yox, həyatın bütün sahələrində, iqtisadi sahədə, siyasi sahədə, digər sahələrdə, hər hansı bir peşə sahəsində bərabər hüquqlu rəqabət şəraitinə imkan verməklə Azərbaycanın davamlı inkişafına və Azərbaycanın bütövlükdə dünya dövlətləri sırasında layiq olduğu mühüm bir yer tutmasına nail olmaq mümkündür. Biz bunun uğrunda mübarizə aparırıq. Bu mübarizəmiz davam edəcək. Müqavimət dayanmayacaq və orqanizm yalnız o vaxt həyatını itirir ki, müqavimət dayanır. Bunu səhiyyəçilər yaxşı bilirlər. Cəmiyyət də bir orqanizmdir. Müqavimət davam edir, müqavimət var. Və mən əminəm ki, bu müqavimət güclənəcək. Biz həm siyasi məhbuslarımızın azadlığa çıxmasına, eyni zamanda Azərbaycanda demokratik bir cəmiyyətin, hüquqi bir cəmiyyətin qurulmasına nail olacağıq. Bu yolda sizin hamınıza uğurlar arzulayıram. Teşekkür ederim Halit Bey. Çok aramızda çıkışı ve kendinize göre. Başka çıkış etmek isteyen yoksa ben o zaman sözü Müsavat Partisi Başkan Muavini Mustafa Bey'e veriyorum ki Kıdalımız beyanan sayesinde tədbir iştirakçılarına təqdim etsin. Buyurun Mustafa. Çox sağ olun. Bizim bu tədbirlərimizdə həmişə jurnalistlər çox gəlirdi və işıqlandırırdılar. Təəssüf ki, o jurnalistlərin də demək olar ki, əksəriyyəti həbsdədir. Vaxtilə yadımdadır ki, Ramin Deko həmişə gəlirdi, bu tədbirləri işıqlandırırdı. Aytaş xanım gəlirdi, işıqlandırırdı. Fatilə Mövlamlı gəlirdi, işıqlandırırdı. Təəssüf ki, bugün onlar həbsdədirlər. Amma onlar həbsdədirlər, onların valideynləri bugün buradadırlar, xoş gəliblər. Oradan da bu müqaviməti qırmaq mümkün olmayacaq. Nəinki müxalifəti, ümumiyyətlə bu medianı da məhv etmək mümkün olmayacaq. Bugün kimlərsə həbs olunursa, sabah ən azı tədbirdə bir iştirakçı kimi onların valideynləri onlara əvəz edirsə, bu böyük bir mesajdır. Bəyanat layihəsini oxuyuram. Azərbaycanda 30 ildən artıqdır ki, insan haqları mütəmadi olaraq və kütləvi şəkildə pozulmaqdadır. Azərbaycan xalqı faktiki olaraq fikir, ifadə, sərbəst toplaşma, seçki, hərəkət və digər azadlıqlardan məhrum edilir. Cəmiyyəti qorxu altında saxlamağı qarşısında məqsəd qoyan hakimiyyət ölkədə repressiya siyasətini davam etdirir. Abzas Media, Toplum TV, Meydan TV, Kanal 13 və digər media orqanlarında çalışan və onlarla əməkdaşlıq edən 30-dan artıq jurnalist və ictimai fəal, o cümlədən 9 qadın jurnalist əsassız olaraq həbsdədirlər. İndi də Hürriyyət qəzetinin rəhbərliyinə qarşı müəmmalı cinayətçi qaldırılır. Hakimiyyət müxalifəti və ictimai sektoru daim təzyiq altında saxlayır, tənqidçiləri susturmaq üçün mütəmadi olaraq qanunsuz həbslər həyata keçirir. Hüquq müdafiəçilərinin hesablamalarına görə ölkədə 350-dən artıq siyasi məhbus var. Tofiq Yaqublu, Zamin Salayev, Ələsgər Məmmədli, Şəmşəd Ağa, Hafiz Babalı, Ələddin Ələsgərli və digərlərinin səhhətində ağır problemlər olmasına baxmayaraq onların müalicəsinə imkan verilmir. Biz bu bəyanatı imzalayanlar əminik ki, daim azadlığa can atan, hər fürsətdə dövlətin müstəqilliyinə nail olan Azərbaycan xalqı azad yaşamağa layiqdir. Azərbaycan xalqı, o cümlədən siyasi müxalifət və vətəndaş cəmiyyəti dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan müqəddəs mübarizədə ordumuzun yanında olub. Biz Azərbaycan hakimiyyətini bu amili nəzərə almağa,
8 noyabr Zəfər günü ərəfəsində ölkədə həmrəyliyin yaranması istiqamətində addımlar atmağa çağırırıq. Azərbaycan hakimiyyətindən ölkə konstitusiyasına və imzaladığı beynəlxalq konvensiyalara əməl olunmasını, bütün siyasi məhbusların dərhal azad olunmasını, ölkədə söz, media, sərbəst toplaşma və digər fundamental hüquqların təmin olunmasını tələb edirik. 4 noyabr 2025-ci il Bakı şəhəri. Teşekkür ederim Mustafa Bey. Kimin qeydləri var, sualları var bu layihə ilə bağlı? Diqqətlə oxuyanlardan biri hörmətli Selmi Bey. Yani ya çağırılır ya da tələb edilir. Biz hep tələb edilir, hep de çağırırız. Hansı sizler onu kabul etmezler. Kabul etmeyip değişe de bilerik. Çağıramıyoruz, tələb edilir. Tələb Bey buyurun. Buyurun. Size ne göre haklı özür. Aysel xanım var deyil. Ben Aysel Umudova Mahsusa. Allah kapsın olsun. Gençliğimiz bir yerde geçti. 88. yılımızın üzerinde. O vakti valideynlerimiz bize mani olurdu. Korkuttular terbiye olarak. Ancak ben bugün fəxr edeceğim. Bunu diyorum sizinle. Ve aynı zamanda Şəmsəddin Umudovu düşünürəm ki, Əli Bəy başta olmaqla şərtilə hamınız tanıyırsınız. Həmin ya qızın, yəni ki, atası yolu, eləcə də anası yolu etdi. Bizim ailədə demək olar ki, bu yolda həbsə düşən olmuyor. 2003-cü ildə prezident seçkilərində məlum hadisələrlə bağlı mənim özüm həbs eləmişdilər. Yəni mane olmağa çalışırlar, oldular da, yəni dairədə o əmin olmaq şeyi yaratmaq üçün mane olurlar. Nəysə sözüm ona yox, bugün mən tək Aysel Umudovanın anası kimi yox, eyni zamanda Rüfətin, Şəmşadın, heç kim olmayan xəyallərin, eyni zamanda digər təsvir olsun, ustaq o qədərdir ki, hamısının adını çəkmək olmur. Orada sıxışmayıb, bizim uşaqlar da vurmamısınız. İncimirik, amma ev yoxdur, ya dalğınlığa gəlib, ya vaxt olmayıb. Qeyd eləmək istəyirəm ki, mən çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, əvvəldən məhkum, siyasi məhbus olanda evdə oturanlar belə, yaşlı adamlar da buna reaksiya verirdi. Ancaq indi də susqunluq yaradıblar bizdə. Biraz qorxu, biraz biganəlik. Dünyada ən qorxulu şey biganəlikdir. Mən Zəfər bəyə təklif edirəm ki, həmin o siyasi məhbuslara dəstək belə bir şey yaradaq, qurum yaradaq. Dünya ən azından, mən özüm qeyd sədriyəm, təbii ki, mənə layihə vermirlər. Özü 20 il qeyd sədriyəm, o dünyanın sırağı bilmiyor. Dövlət içində işləmişəm uzun illər. Təbii ki, Ayselə görə və keçmişdə cəhlənin üzvü olduğuma görə, Şəmsəddinin yoldaşı olduğuma görə və sairə axırı ən xırda detallar bilirsiniz ki, bu cılız hakimiyyət üçün böyük bir faktdır. Ona görə mən təklif edirəm ki, belə bir yenə də siyasi məhbuslara, bilirsiniz, biganəliyi aradan qaldırmaq üçün, ən azından xatırlatmaq üçün, yada salmaq üçün ki, bizim uşaqlarımız saxsız yeri orada yatır. Və yoldaşların hansısa qeyd elədi ki, bu hakimiyyət gələndən siyasi məhbussuz dövrümüz olmuşdur. Mən düşünürəm ki, biz gözləyə, ümid eləyə, indi də hamımız, yəni real danışmadıq ki, 7 noyabr, 8 noyabrda bıraxacaqlar və yaxud yeni ildə bıraxacaqlar, bəlkə də martda bıraxacaqlar. Biz real, heç birimiz real söz deyə bilmirik təəssüflər olsun ki. Ona görə ən azından etirazımızı o formada bildirək. Hansı bütün imkanlardan istifadə edək, dünya dövlətlərindən tanıdaq ki, bu qədər. Yəni, düşünürəm ki, elə bir qurum yaratsaq, siyasi məhbuslarla bağlı, ən azından digər dünya dövlətlərinə çıxışımız olar. Dünən biz Alman deputatı ilə daha doğrusu söhbət elədik. Təbii ki, müəyyən şeyləri, o sahəyə aid olan şeyləri təbii ki, bütün sıfırlığı ilə dedik və ən xırda detalda bizim üçün böyük bir olur. Təşəkkür edirəm dəvətiniz üçün. Burada köhnə dostları Arif bəydir, Nusrə, siz özünüz deyir, Əli Kərimli deyir. Biz o vaxtı
cəbhənin vaxtında 88-lərdən deyirəm, lap gənc vaxtlarımızdan üzü bu yana mübarizə aparmışıq, müəyyən səbəblərdən biraz ayrılmışıq. Ancaq düşünürəm ki, Şəmsəd Nurmudovu hamınız tanıyırsınız, tanıyırsınız. O da salamlarını çatdırdı sizə. Növbəti dəfə özlə iştirak edəcək inşallah. Mən bu günləri, siz ayrı seçdirik, daha doğrusu ayrı istəyirlər ki, müsabaqla cəbhənin arasında nəsə salsınlar. Təbii ki, evdə də ailə, qardaş bacının, ana balanın söhbəti olur. Amma bu xırda detalları imkan verməməliyik artırmağa. Mən təşəkkür edirəm siyasi məhbusların adından və əl-ələ verən təkcə siyasi məhbuslara yox, təkcə qızıma görə demirəm, Azərbaycanı azad edəyək. Məhbuslarımıza da bizim salamlarımızı çatdırın. Biz sizə təşəkkür edirik. İştirakınız və bu çox dəyərli mövqeyiniz çıxışınız üçün çox sağ olun. Bu dediğiniz ideyaları, təklifləri bir yerdə yeni müzakirə edib gerçəkləşdirmək lazım olacaq. Buyurun Zəfər bəy. Sizə böyük üzr istəyirəm. Birincisi bir yaxşı təklifdir. Yəni birinci olmasa 10 nəfər, 15 nəfər məhbus ailəsi yığışsın və heç olmasa bir WhatsApp qrupu formatında bir şey yaratsın. Qalan nə lazımdır, siyasilər də hüquq müdafiəçilərə kömək edir. Yaxşı fikirdir. Deməli orada bilmirəm o indi o deyir o hər ağzından danışır. Bəlkə, yəni mən ümid edirəm ki, bu həm də ümidli bir sənətdir. Yəni tək elə siyasi sənət deyil. Ola bilsin ki, hətta hansısa nəticə olması üçün kimlərsə nəsə gözləyir ki, bu sözdə də hərəkət olsun da, çox bir lataya alın. Və bu da elə bir sənədin biri ola bilər. Ona görə mən istəyərdim ki, bilmirəm, necə məsləhətdir. Bugün Azərbaycanda cəzaçəkmə müəssisələrində məhbuslara real sayı təxminən 12-15% imkandan artırılır. Yəni bir misal gətirin ki, 10 sayılı cəzaçəkmə müəssisəsində 354 nəfər bugün yerdə yatır. Ancaq yerdə yatır. Yəni onlar benim yatırlar. Baxmayaraq ki, İlman zalı ləğv olunub, o kazarma düzəldildilər. Baxmayaraq ki, bir də kafe ləğv olunub, kazarma edildilər. Yenə 354 nəfər yerdə yatır. Bəlkə orada belə bir bəndə həmən orada bir cümlə var idi. Onun üçün də sanmaq olar ki, eyni zamanda məhbusların sayının həddən artıq ağır olması, onsuz da ağır olan vəziyyəti biraz daha ağırlaşdırır. Və belə bir tədbir, yəni ümumi əfv və ya amnistiyanın verilməsi həm də bu məsələyə bəlkə təsir edir. Təşəkkür ederim. Yaxşı təklifdə gerək etiraz yoxsa Mustafa bəy bu təklifdə orada əlavə edilmiş sənədə və Seymur bəyin təklifi biraz məni çətinə saldı. Yox, riskli olur. Yəni, hal-hazırda sadəcə diqqətini çəkir. Yəni, Zəfər bəy də deyir ki, bu bir ümid tələb edilir. Çağırış edək. Çünki tələb eləmək, burada iştirak edən adamlar ömürlərə tələb eləməkdə gedib. Tələb eləməklə bağlı bir problemimiz yox. Daha ağır, daha sərt sözlər də işlədir. Amma indi Burada abzaslardan birində tələb də var. Axırda tələb də var. Bunu çağırış edir. İkisi də var. teknolojik onu çağrışla alabilir. Ben şahsen bir problem görmüyorum. Çünkü bizim isteğimiz burada özümüzü reklam değil, açıktan. Bizim məqsədimiz siyasi məhbusların azadlığına nail olmaq maksimum, minimumda onların vəziyyətini yüngülləşdirməkdir. Ona görə də burada deyilən təkliflərin hamısını biz qəbul edirik. Yəni ki, o axırda da tələb yox, çağırış sözü, bu təkrar olunsun. Ondan başqa Könül xanım, bizim partiyamızın divan üzvü və Gender Komitəsi sərbi Könül xanım təklif edir ki, növbəti dəfə bir siyasi məhbuslar üçün isti geyim və kitab və s. yığımı tədbiri kampaniyası təşkil edir. Əvvəllər bunu vətəndaş cəmiyyəti nümayəndələri təşkil edirlər. Onların da əksəriyyəti ustad ya həbsdədir, ya da həbs tərəf təşkilləridir. Ona görə görünür bu məsələdə biz siyasilər və siyasətə yaxın insanlar həllləməliyik. Yəqin etiraz yoxsa biz o məsələni düşünüb yapmaq var, o kampaniyanı başlamaq var və məlumat yayarıq və kim də istəyər o prosesdə iştirak edir. Başqa təkliflər, qeydlər varmı? Yoxsa mən bir daha hamınıza ürəkdən təşəkkür edirəm. Bizim bu dəvətimizi qəbul edib və gəldiyiniz üçün və çox önemli çıxışlar etdiyiniz üçün və çox diqqətlə də burada deyilən şeylərə qulaq asdığınız üçün və burada deyildiyi bir daha təkrar edirəm ki, məhbuslarlarına xahiş edirik ki, siyasi məhbuslara bizim salamlarımızı, hörmətlərimizi, onlarla bir yerdə olduğumuzu çatdırsınlar və inanırıq ki, bu məsələ həllini tapacaq.
Bunun üçün bizdən asılı nə varsa edəcəyik. Fürsətdən istifadə edib bir daha 8 noyabr Zəfər günü münasibətindən öncədən sizləri və sizin simanızda bütün vətəndaşlarımızı, xalqımızı təbrik edirik. Çünki bu bayram Azərbaycan xalqının bayramıdır, bizim bayramımızdır və hamıdan çox bayram qeyd etməyə xalq kimi bizim də yardım haqqımız var. Çox sağ olun, var olun.